Dövlətin və dövlətçiliyin sarsılmaz təməllərindən biri də düzgün idarə üslubudur. Siyasətin necə qaranlıq bir məfhum olduğunu hər kəs bilir. Amma siyasətin məzmunu qədər onu icra etməyin tərzi də önəmlidir. ABŞ prezidenti və vitse-prezidentinin ölkənin rəsmi qonağını Ağ Evdə mətbuat önündə alçaltmağı siyasət tarixi üçün qara ləkədir. Düşmən ölkə belə olsa, tam ziddiyyətli maraqlar belə yaransa, qonaq dövlət başçısı müvafiq ənənələrə uyğun qəbul olunub yola salınmalıdır. Dövlət başçılarının yanında ikinci şəxsin müzakirələrə müdaxilələr etməsi ən yumşaq desək tərbiyəsizlikdir. Trumpın komandası təkcə beynəlxalq sistemin deyil, bütünlüklə dövlətçiliyin altına dinamit qoyur. Kim nə deyir desin, ABŞ-dakı bu vəziyyətin əsas səbəbkarı demokratiyadır. Demokratiyalar uğurlu sistemlər ortaya çıxarmaqla yanaşı, Əflatunun dediyi kimi, idarəçilikdən və ədəb-ərkandan bixəbər şəxslərin də hakimiyyət yolunu açır. Azərbaycan-İsrail ittifaqı burada qərb yönlü ölkəyə yaranıb. Azərbaycan məhz indiki dövr üçün bizim ideal tərəfdaşımız ola bilər. Çünki bir çox Amerikalı Birləşmiş Ştatların uzaq sahillərdə hərbi müdaxilələrini istəmir. Birləşmiş Ştatlardan uzaqda yerləşən, özlərinin yaxşı anlamadıqları regionlarla məşğul olmaq istəmirlər. Mənim bu insanlara argumentim belədir. Amerika Birləşmiş Ştatları bu regiona özü hərbi müdaxilə etmək istəmirsə, məhz Azərbaycan kimi ölkələri özünə müttəfiq seçməlidir. Azərbaycan özünə güvənən millətdir. Onun qüdrətli ordusu var və bu ordu özünün dəyərini artıq nümayiş etdirib. Amerika Birləşmiş Ştatları nə edə bilər? Azərbaycana diplomatik və iqtisadi dəstək göstərə bilər, digər tərəflərə arxayınlıq verə bilər. Digər dövlətlər var ki, Türkiyə və Azərbaycanla tərəfdaş olmaq niyyətindədir, lakin bunun üçün fövqəl dövlətə arxalanmaq istəyirlər. Bir müddət əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşən Hikmət Hacıyev də həmin Netanyahu tərəfindən alçaldılmış və medialarımız baş verən hadisəni işıqlandırmamışdı. Netanyahu onu ziyarətə gələn Hacıyevlə bir masa arxasında oturarkən ayağını ayağının üstünə atmış və ayaqqabının ucunu isə önündə olan masaya toxundurmuşdur. Bu hala isə Hikmət Hacıyevin necə qəzəbli olduğu onun sifətindən bəlli olur. Bu, Netanyahunun Azərbaycan hakimiyyətindən hansısa bir məsələdən narahatçılığının göstəricisidir. Sabahsı gün bu narahatçılıq əgər ciddi olarsa, Zelenskinin Trump tərəfindən necə sındırıldığını, Azərbaycan dövlətinin də İsrail tərəfindən bu hala salınacağının şahidi olacaq. Bir sözlə, dünyada rüsvay olacaq. Amerika silah və pulunu Ukraynaya satırdı. İndi həmin ölkəni əlavə xərc verməyə məcbur etmək istəyir. Ukrayna mədənlərinin Amerikaya verilməsini istəyir Trump. İsrail də məhz Azərbaycanın təbii sərvətlərinə belə baxır. Azərbaycana satdığı hər 2 həftədən bir silahlar İran əleyhinə gələcəkdə lazımı qədər istifadə edilməsə və məqsədə çatmasa, İsrailin Azərbaycandan istədiyi şey məhz xeyrini heç vaxt görmədiyimiz təbii sərvətlərimiz olacaq. Tarix həmişə gələcək insanlar üçün örnək olub. Ukraynanın başına bəla Amerika oldusa, elə məhz onun Orta Şərqdə qardaşı olan İsrail də Azərbaycanın və xalqın başına bəla oldu və olacaq. Hələlik xalqımıza Ukrayna kimi zərbə dəymədiyi üçün yatdığı yerdən ayılmayıb. Ayılan zaman isə çox gec olacaq.